Salam, hər vaxtınız xeyir olsun. Baxırıq ki, informatika suallarından 39-cu sualın izahına. Deməli, Truecaller sistemində kodlaşdırılmış raster qrafiki təsviri 800-600 piksel ölçüsünə malikdir. Bu təsviri sürəti 32.000 bit saniyə olan modem vasitəsilə nə qədər vaxtda ötürmək olar? Və bunu da hesablamaq üçün biz nə edirik? Bilirik ki, buradan əgər vaxt istəyirsə, demək ki, sürət məsələsinə müraciət edəcəyik. Yəni, h bərabərdir, v vurulmuş t üstünə müraciət etmək lazımdır. Burada da biz həcmi əvvəl tapmalıyıq ki, bu sürətlə sözgedən həcmə malik olan təsvirin nə qədər müddətə ötürüldüyünü tapa bilək. Bunun üçün də biz qrafiki təsvirin həcminin tapılması üçün müəyyən məlumatlar verilib, bu məlumatlardan istifadə edəcəyik. Demək ki, bizə Truecaller verilib, rəng modeli. Deməli, Truecaller. Və bu bizdə RGB idi, RGB. RGB-də də rəngin dərinliyi, yəni bir pikselin həcmi 24 bit və ya 3 bayt alınırdı və təsvirin enində və onun hündürlüyündə olan piksellərin həcmi də 800 vurulmuş 600 verilib. Bu məlumatlara əsasən sözgedən bu qrafiki təsvirin həcmini müəyyən edə bilərik. Deməli, h bərabər a vurulmuş b vurulmuş i bit düsturuna əsasən buradan a vur b 800 vurulmuş 600 və i bit isə bizdə 24 bit olacaq. Mən bu hasili həll eləməyə ehtiyac duymuram. Niyə? Çünki birazdan həmin həcm v-yə bölünərək t alınacaq. Yəni ona görə bu hasili hesablayıb özümüzə əziyyət verməyə dəyməz. Nə edirik? Və buradan həcmimizi artıq əldə elədik. T-ni tapmaq üçün həcmimizi v-yə böləcəyik. Yəni aldığımız bu nəticəni 800 vurulmuş 600 vurulmuş 24 biti böləcəyik v-yə. Yəni 32.000 bit vurulmuş saniyəyə. Bunlar buradan ixtisar gedəcək. Sıfırları aparaq, ədədlərimiz yüngülləşsin. Nəticədə bizdə necə bir rəqəm alınacaq? 80 vurulmuş 24. Deməli, sürətdə bir də vurulmuş 6. Məxrəcdə isə deməli 32 alınmış olacaq. Buradan da 32 ilə 80 gedər. 8-ə, yuxarıda qalar 10, aşağıda qalar 4. 4 ilə 24 gedər, 6 qalar. 6 dəfə 6, 36, 10 da buradan eləyəcək 360 saniyə. Nəticəmiz 360 saniyə alınmış olacaq, lakin variantlarda yoxdur. Nə edə bilərik? Dəqiqəyə çevirərik. Əgər 1 dəqiqəmiz bizdə 60 saniyədirsə, bu durumda 360 saniyəmiz neçə dəqiqə eləyəcək? X-i tapmaq üçün 360-ı böləcəyik 60-a. Nəticədə 6 dəqiqə nəticəsi alınmış olacaq. Cavabımız buna əsasən D variantı bu qədər.